Gəl bura. Gəlin, tez-tez. Restoran sistemində olur ki, bir nəfər atır unluyur, atır yumurtanın içine, bir nəfər də yumurtadan çıxartır, atır suxarı. O başqa nəfər də o suxarıdan çıxartır tezdən yumurtaya. Yəni 2 nəfər, 3 nəfər yan-yana dayanır, paralel olaraq başlayıb bu saya kotletini hazırlamasını eləyir ki, onda tez olur, iş tez bitir. Yoxsa ikrama demişəm, elə bəyazdan 2 dənəsini düzəldir. Yəni, bax gördünüz, forma verildi əldə. Yenə də una batırıldı, forma verildi. Girdi suxarıya, yumurtaya. Girdi suxarıya. Yenə də suxarının içindən çıxartırıq, səliqəyə salırıq. Yəni, hər dəfə bu səliqə sahmanı itirməməlidir ki, istədiyimiz görünüşü, istədiyimiz effekti sıxmırıq. Əllə götürəndə daha yaxşıdır. Sadəcə mən yumurta əlcəksizəm deyə yumurtaya əlimi salmıram. Bax, yenə də deyirəm, forma olaraq budur. Abala monastır yiyib gedəydi, heç olmasa da imkan vermə. Hə, gəl balam, gəl deyən, başla eləməyə. Gəl. Yox, onlar işə gedəcəklər. Orada mənə bir dənə bıçaq ver. Hə, mütləq. Gəl bura, gəl bura. Yanardaq Məhəmmədi. Baxın dadına, gəl. Bax, yansın istəyir. Çox sıxma. Onu mən də bilirəm, elə qarışdırma. İkram biraz asan üsul. Axı biz bunu belə səliqəyə salmalıyıq. Ona görə deyirəm ki, əlimizlə o bütün elədiyimiz ərzaqları hiss eləməliyik. Ki, o istədiyimiz effekti, səliqə, səhmanı biz ondan ala bilək. Bax. Hə? Ətə heyfin gəlməsin. Sən zaten əti pişirib verməlisən. Duz olaraq, dad olaraq.